Bu yaxında astrologiyaya görə yaxın günlərdə karyera yüksəlişi, nüfuz artımı və yeni fürsətlər daha çox bu bürclərin həyatında özünü göstərə bilər. Bu ümumi astro tendensiyalardır. Oğlaq, Saturnun təsiri ilə məsuliyyət artır, amma nəticələr də özünü göstərəcək. Rəhbərlik tərəfindən dəyərləndirilmə, maaş artımı və ya yeni vəzifə ehtimalı yüksəkdir. Qız, peşəkar bacarıqlar ön plana çıxır, uğurlu iş danışıqları və layihələrin qəbul olunması mümkündür. Detallara diqqət sayəsində rəhbərliyin diqqətini çəkə bilər. Əqrəb, karyerada dönüş nöqtəsi ola bilər. Yeni iş təklifi, işdə dəyişiklik və ya yüksəliş. Güclü intuisiyası sayəsində doğru addımlar atacaq. Qoç, enerji yüksəlişi var. Daha cəsarətli qərarlar verəcək. Qısa zamanda nəticə verəcək işlərdən qazanc və rəhbərlik tərəfindən motivasiya ala bilər. Şir, şöhrət sektoru aktivdir. Adının eşidilməsi, təqdimatlar, liderlik mövqeyinə keçmək üçün ideal dövrdür. Əkizlər, kommunikasiya gücləndiyinə görə iş görüşmələri, danışıqlar və yeni layihələr uğurlu ola bilər. Yeni sahəyə keçid və ya paralel iş imkanı yarana bilər.